və beləcə də Bak yaşayır. sözünü burada arasında bir dakika sözünü baldan kesirim. Ben en çok gülmem neye tutur? Bir tane Müjgan adında TikTok'u var. Müjgan. Gör neye narazılıq edir ha. Deyir ben Cənab Prezidentin deyir şəkilini koymuştum profilime. Onun adından TikTok açmıştım. Ve orada osturup pul kazanırdım. Ben deyir niye bağladınız səhvəmi? Ay əsəbləşib qırğındır. Buna bax. Ala bax. Qırğın deyir əsəbləşib. Ala bax. Ay mən dəli olmayayım neyniyim ha. Buna bax açım buna. Bak. Bak ben gözdə salamın səsini veririm. Bak bak. Şimdi bana misafir atar. Ben İstanbul'da bırakıyorum. Bu dönem ilham yapmayı çok seviyorum. 300 milyon değişmedir. Tekliflerinizi olsun efendim. Yaşasın ilham yapmayı, yaşasın ilham yapmayı tutsun. Senin için otururum. Gelir. Gelir. DJ Eva. Sensin otururum. Düz ilhamın ağzına. Gör ölkədə necə xaosdur, necə dəhşətli vəziyyətdə ki. İlhamın adına edib ki, burada maraqlı bir tema var ha, burada maraqlı bir tema var. Hakikaten. Travası olmayan İlhamın Mehribanın şəklini vurur, maşına sürür. Efirdə naruşeni eləyən İlhamın şəklini profil vurur. Efirdə osturan belə. Efirdə osturan belə. Sən inanırsın. Valla sənin Bakıda evin var, yoxdur. Mənim heç nəslimin evi yoxdur Bakıda. Bax, Ostra Bakıda özünə ev tikdi. İnanmırsan? Hə, Ostralink ölkədə yaşayırıq da, prezidenti Ostrakçı, vitse-prezidenti Ostrakçı. Bunun mediasını olacaq. Ostrağı da rəsmləşdirib də, o Müjgan xanım. Ancaq osturmaq üçün İlhamın şəklini qoymalısan və ayda 200 manat pul verməlisən. Biraz çox söysən 500 manat ver, get kefir. Dilənçilər haqqında qərar verdilər. Ancaq polis dilənməlidir. Xalq dilənməməlidir. Polis dilənməlidir. Mehman bunu ara gedəcəkdir. Valla. Mən son bir həftədə bu qədər görməm. Həqiqətən də TikTokda ostra pul qazanıb, profil şəklinə İlham Əliyevi qoyub və onun da profilini bağlayıblar. Bu qədər haqsızlıq eləmək olmaz ha İlham Əliyev. bu qədər də insanları sıxmaq olmaz. Bu qədər söz azadlığını boğmaq olmaz. Yox, ostra qazandırdı. İlham Əliyev bu qədər ostra qazandırdı boğmaq olmaz. Deməli nə fikirləşdim? Deməli bu İlham Əliyev, Vilayət Eyvazov Ostraqdan da pul qazanırlar. Bunlar. Mən həqiqi şokdayım. Bu İlham Əliyev hər qəpiyin qədrini bilir də. Bu doymur. Bu Əliyevlər ailəsi həqiqətən doymur. Bu Əliyevlərin gözü doymur. Bir dənə şey deyim, qulaq as. Gəlsən Sumqayıda. Sumqayıda maşın bazarına çatmamış, bir də sağa yolkaların arasından yol dönür. Dönən kimi bir də sola dönür. Biraz da geysən, oyda 2-3 mərtəbə bir disko bar və dalı da 20 manat, 50 manatlıq piti minutka. Getmiş olarsan ora. Orada elə bil ki orada. Zamanlığım orada keçir. Birinci nəyə baxın? Nəyə diqqət edin? Qapının ağzında 2 nəfər bık durub belə. İçəridə duran bıqdır ha, hamısı da silahlıdır. Deməli, bir dənə silah daşıyan qurum varsa, ora prezident qol çəkir. Deməli, prezidentin xəbəri var. Girdiniz içəri. Qıza deyirsən, səndən piti minutka və yaxud neçə saatlıq və yaxud səhərə kim səni aparmaq istəyirəm. Hər qızın öz qiyməti var. Biraz da qaranlıq eləyiblər Svet Tamuz qazda. Qızı götürsən kukla kimi saç dağınıq belə çıtır-çıtırdır deyə gətirirsən ki, anqutu çıxıb bunun. Nəysə, anqutu çıxıb. Axırı ki, nəysə. Aparırlar səni 20 manat, tutaq ki, ən praşmandovkası 20 manatdır.
Aparla 5 dəqiqə. Şeyin durdu, durmadı. Bütün hallarda 5 dəqiqə çıxmalısan. Ona dəxli yoxdur. Bir dənə də xod getməyə çalışsan zakon qulağından tuturlar, doğulduğuna peşman eləyirlər. Nəysə, indi bax dəyərli vətəndaşlar. 20 manada orada pitimunutka bir dənə qıza bas şeylədirsə, inan ki 20 manadın 10 manadı İlham Əliyev. 5 manadı həmən qızındır. Həmən qızındır 5 manadı. 5 manadı da həm obyektindir, həm vilayət Eyvazov. İndi bax, elə ki o qız yalandan belirdir. Ah, güya ki bu şey görmüyor. Birinci dəfədir bu şey görür. 20 dəfə elədisə, 20 dəfə İlham Əliyev 10 manat qazanır. Onun 10 dəfə İlham belə eləməlidir, 10 dəfə İlham eləməlidir. Yəni 10 dəfə eləyir İlhama görə. Sən də İlhamı xətrinə bas. Elə bir də Tibis prospektində əvvəllər var idi, Mehman bilir. Yəni Səməd Vurğun bağı bilmədiyi şeylər sorur. Səməd Vurğun bağıdır. 28 may metrosudur. Əhmədimdən Günəşliyə gedən körpü. Parapet lap əvvəl mədənidir, Petrol az idi, parapetdə idi. Sonra Parapetxovi dedilər, yoxsa sonra 7 gözəl bağı dedilər. Nəysə, indi söz Mehman bilir oralar. Sağlığım. Mehman, bir şey danışacağım sən qardaş. Neçə gündür qalıbsan qapalı yerdə kültür öyrəndən səni. Otur orada. Bərba. Deməli, orada elə bir ki, bir petuğa minnət elətdirdinsə, 10 manat verirsən də, ən aşağısı 10 manat. 10 manat verdinsə, onun 5 manadı İlham Əliyevin. 5 manadı İlham Əliyevin. O, elə bir ki, o sosqallığın yarısını kəziyyət çəkdi, dizini yerə qoydu. O, İlham Əliyev üçün qoydu dizini yerə. Deməli, o vaxtı Mehman bilədir. Hadi elə, hər cümlədə itəliysən, elə. Mehman sözü dəqiq mənbədir, dəqiq mənbədir. Dəqiq mənbədir. Faktı təsdiq edir. Bu etiraf alamayacaq gülməkdən. Bu görüm. Bircə dəqiqə. Nə desən də yapışır mənə. Deməli, onun əskisi idi, səncə onun əskisi idi. My country heç o biri köynəyimdir. Deməli, o vaxtı İlham Əliyevin uğurlu siyasəti nəticəsində cinsi azlıqlar Avropadan çoxdur. Yəni, bilirsiniz, qaziyə nə qədər verirlər? Şir kimi oğlanı pişik boyda eləyiblər. Əllər yox, ayaqlar dibdən yox. Nə qədər pul alır bu? Birinci qrup əlil 360 manat. Əlsiz, 360. 360 manat alır. Birinci qrup əlil. İndi orada təqaüd zat verirlər. Yəni, təqaüd verirlərsə deməli donbalmalısan. Hər zaman İlhamı tərifləməyə hazır olmalısan. Deməli, o vaxtı elə idi ki, deməli, o vaxtı biz hərbidə olanda 94-cü ildə, 93-də Bakıda, Salyanskıda olanda deməli, Bakıda petrollar az idi. Onlar hərbiçiləri götürürdü, onların bütün problemini həll eləyirdi. Hələ bu günə kimi yadımdadır. Və Petuq nə qədər yaşlı olardısa, nə qədər yaşı çox olardısa, o qədər çox pul xərcləyirdi. Çox vaxt kursantlar, Manadoy kursantlar xod eləyirdilər. İndi yekələr qızlar özünə sıxışdırmazdı. O vaxtı kişilik var idi, biraz şərəf var idi, ləyaqət var idi. Ay, Röya, gəlib kazarman qabağında yatırdı, Röya. Aygün Kazımova. İndi sözüm indi ondan getmir. Təsəvvür elə. Mehman bilməz. Mehman bilməz. Mehman bunu dəqiq bilməz.
Deməli, mənim yolum harda? Mən Davaçatda qalırdım 4 il. Aysa. Bizdə yemək zad yoxdur, məhəllədə yemək, çimmək, hamam heç nə olmadığına görə mən əmimgildə gedirdim. Əmim də polis idi. Davaçat bazarının polisi idi, Ər-Rəhman. Deməli, gəlirdim onlara, gecə proverk olurdu saat 10-da, ondan sonra hamı qaçırdı. Hamı qaçırdı, çimməyə, yeməyə, nə bilim nəsə. Deməli, mən oradan çıxırdım, gedirdim elmlərə. Pusku tuturdu da, puskutda da gedə patrol olmasın. O qədər də olmurdu haqq üçünə, bir də maskoylar olanda qırğın düşürdü. Hər nəysə. Gedirdim elmlərə, minirdim metroya, oradan 28-dən çıxırdım. Evə tez çatmaq lazımdır, əmi də yatmasın da. Darvazdan aşmağa adam olsun. Deməli, tez çatırdısan belə, elmlərə minirdim. Bəzi vaxt metro bağlı olanda, vacib getməliyəm, vayini bileti gətirməliyəm, nə bilim, nəyəsə görə. Sallanıb piyada düşürdüm, olimpiyanına. 20 dəqiqə çatırdım. 20-25 dəqiqə. Deməli, Onda cavanlığın oralarda keçib. ağzı aşağı da möhkəm gəl. Cavanlığım oralarda keçib. O yasamal tələm məndən sorulur. Hə, deməli, gəldim orada gör nə deyirəm asa. Gəldim orada. Aya, sən inanırsanmı, mən oradan 28-də metrodan çıxmalıydım. Yadına sal oranı. Bir nömrə gedirdi Davaçatıya. Başqa avtobus getmir. Həmən vaxtı gecəyə bir nömrə qalırdı. Ya 11 idi, ya 1 idi. Oradan gəlib tez bazar çatırdım ki, axırıncı avtobusa çatdım. Çatmadığım vaxtı məcburam taksi ilə gedəm, o da pul. Yığışırdı 3-4 adam minirdi 1-2 manat. Deməli, bu dəfə tez gəlmişəm, elə də tələsmirəm. Səmətulun bağın ortasından keçirəm də, yəni istər-istəməz. O bir də o skamekanı, belə ayağını qoyub oturacaq yerdə, belini qoyan adam oturub orada. Deməli, oturub orada. O bir də mən getdim, heç kimdə yoxda bağlıdır da, saat gecənəm 11-dir, 12-dir, 1-dir, belə bu vaxtlardır. Bir də ön dalımla gəlir kimsə, tık tık tık. Ay, sən bilirəm oralarda Petrov o qədər bizə patrol eləməyə çalışıb ki. Amma baxdım kim olsa yaxşı, deməli tanımırsan mı, salam sağal. Ay, Faiq Ağayev. Vallahi də, billahi də Faiq Ağayev. İndi anla baxın. Gəldim Faiq Ağayev, orada mən də Faiq mi tanıyıram, vayın adamam, nə bilim Faiq. Sonradan örgəmişəm ha bu Faiq Ağayev. Amma elə belə hiss eləyirəm də belə bir nətər ki o vaxtı 7-17 idi, nə idi, belə eşitdiz, o belə mahnı müsabiqələr zat vardı, biri də tozluydu. Nə idi, bir də mahnı oxuyurdu, bir oğlan nə idi adı. Hər neysə. Deməli, Gülək ayağından əsti, kərmi kəsdi, belə oğlan vardı, 7-17 oxumuşdu, deyəsən bir tərəfdə tozdan idi. Neysə, uzun sözün qısası, Faiq Ağayev mənə patrol elədi, Faiqi çaldırmadım. Ümumiyyətcə, mənim elə şeylə də aram yoxdur, mən Mehman bilər ki, Mehman bilər ki, bizim elə şeydən aramız yox. Neysə, bildim, gəldim, ofşu, bayılı bilet zadı, gör nə oldu, nə başıma nə gəldi. Deməli, tətilə çıxmışıq, tətilə, evə gəlmişəm, toza gəlmişəm, ama. Ay, bir də anam bellər. Qabil, dedim, nədir? Can bala deyir. O Faiq Ağayev gəlib konsertdə, hamı gedirik, qardaşın da gedir, sən də get. Mən dedim, Faiq oxuyan Faiq deyirlər, o, dedi, hə o. Neysə, klubun da rəisi Vagif Kinoteatrı. Mənim dostluğuma atamın maması oğludur. Müslüm müəllimin oğlu Vagifin adınadır. Onun da adı Vagifdir, bunun da adı Vagif zaten tarixi şəxsiyyətimiz də olubdur, qoyub da elə. Gəldim, gördüm millətin belində Faiq gəlir oxumalı. Təsəvvür elə, mən də vay uniformadazda gəlmişəm. Bilet yığmağazda kömək elədim buna, hər şeyə kömək elədim. Ay, zal doldu, yer yoxdur. Camaat oturacaq yerində oturub, yerdə oturub, yer yoxdur da. Mən də həqiqətən pulum yox idi, anam 1 manat vermişdi. Bilet alacaq, biləm 1 manat mı, neçə manat mı? O da bilet almağa ehtiyacı olmadı. Dedi, bu qədər mənə kömək elədim. Bir boğluq, otur, get. Öz kreslosunu otaqdan gətirdirdi, qoydu qabağa. And olsun Allaha. Öz kreslosunu qoydu qabağa, dedi, otur burada.
Deməli oturdum amma idmançılar da tozda iki qrup vardı. İdmançılar, narkomanlar. Astancilin qrupu vardı, bir də idmançılar. İdmançılar düz zalda ikinci, üçüncü cərgədən orta tərəfdə oturublar hamısı. İdmançılar da hamısı mənlə məşq eləyən uşaqlardır. Karatedən var, taekvondodan var, nəm o var da 5-6 məktəb var idi. Aya deməli Gəncədə kiminsə bilmən Niyaməddinin mi, Faiqin mi qızları qaçırmaq üçün dalına bıçaq soxmuşlar. Tozdular da Gəncədə nə olsa tozdular da onu eləmək istəyir. Deməli zalın dalında da narkomanlar oturub. Plan cızıblar ki, dalaşa-dalaşa səhnəyə gəlib qızları qaçırmaq. O dərəbəylik vaxtında biraz da bizə 93-dür, nə 94-dür. 94-dür ya 95-dir belə, dərəbəylik vaxtları. Deməli 94-cü il olmalıdır. Ya 94-ün ikinci yarısıdır, ya 95-in birinci yarısı. Nəysə, qaqa dalaşa-dalaşa gedirlər, heç kimlə durmuş, səhnəyə çatacaqdı. Faiq də səsini kəsdi, mahnını kəsdi. Qızlar da dalda oynayır, belə yarı çılpaq şeylər. O vaxtda da o qədər yarı çılpaq olmurdular. Deməli çıxdım, bunların qabağına çıxdım. İdmançılar da baxdı, qabil, hamısı qabağına. Mən birçən bunları itələşdim, idmançılar töküldü, o biri qapı açıldı, girdik o tərəfə Drasborkan çöldə eləməyə. Davay. İdmançılar elə bir sıxışdırdı, narkomanları çıxartdı. Orada da bir də gördük ki, zaldan o nusqullular daha böyük idi, zalın rəhbərləri davanı eşidib gəliblər. Sumqayıtlılar zadlar var idi, bizim kətdən evlənən zad. İdmançı, hərəsinin bir zalı var olar yekə. O şirküt elədikdə bu narkomanları, nəysə, Faiq Ağayev gəldi, gəldim, qayıtdım, konsert davam eləyir də. Faiq Ağayev oxuya gəldi, nömrəsini mənə verdi. Mən hələ bilmirəm, bu petuq-metuqdur. Bilmirəm, o qaranlıq, o gecəki söhbət də yadımdan çıxıbdır. Heç həmən vaxtı bilmədim bu. Deməli, nömrəsini mənə verdi, dedi, bilirəm ki, Bakıda kursatsan, gələndə məni tap. Gələndə məni tap. Gəldim, nəsə, mən belə şeyə fikir verəm, mən nömrə də baxdı, getdi andır. Bir aydan, 2 aydan sonra yenə bağdan keçəndə bu tifili orada gördüm. Yəni o vaxtı petuğu qayıran yox idi, onu demək istəyirəm. Bu tifili bağda gördüm. Yenə bu dəfə tələsirdim, ümumiyyətcə getdim. Bir də bu şəkillər petuq-metuq işinə yaxşı baxıraq, bəzi şəkillər var ki, Hacı dayı məsələsi oradan çıxmaq. Bir də hakim zad var idi, bizlə oxuyan kursantlar var idi, hakim, Sadıqov hakim. Dedim, hakim, rayonda belə bir hal baş verdi, dördülər də o nəsə bir hadisə olasıydı, qarşısını aldım, mənə nömrə verdi, Faiq Ağayevdir, nədir? 2 dəfə də onu şeydə görürəm, 28-də. Bir dəfə mənə yaxınlaşdı, dedi, oturaq çay zad içək, nəsə zakaz eləyimsə, hər bir adamsa, mən də razılıq. Dedi, o petuqdur. Kursantlar başladı mənə lağ eləmək istədi. Biraz da deyir, petuğa yaxınlaşıbsam. Dedim, mən yaxınlaşmışam, özümə yaxınlaşım. Belə dedim, yaxşı eləmişəm. Cavanlıqdır, cavanlıqdır. Sözün qısası, Faiq Ağayevin dalına bıçaq soxasıydılar. Mən bunu bir dəfə defirdə demişəm. O mənə borcludur, yoxsa onun dalında 2 deşik olasıydı, ya 3 deşik olasıydı. O mənə borcludur. Yəni, demək istəyirəm ki, bu boyda uzun danışdım. Demək istəyirəm ki, bu Mehman yaxşı bilər. Mehman yaxşı bilər. Bu petuq-metuq məsələsi o vaxtı yox dərəcəsində idi. Petuqlar cəmaata pul verirdilər bununla yatağa girsin. O vaxt hakimiyyətdə kim idi? Hakimiyyətdə kim idi? O vaxt Elçibey idi, Elçibeydən qabaqçılar idi, Heydər təzə gəlmişdi. Bəs indi kimdir hakimiyyətdə? Mehriban. Vəssalam. Mehriban olaq, Mehriban. Mehriban da nə istəyir? Mehriban da istəyir ki, hamı onun kimi şortular ortada olsun, qeyrətsiz. İlham Əliyev bunu təbliğ eləyir ki, çünki özü bilir ki, İlham Əliyev ölkənin ən namussuz, ən qeyrətsiz, ən əxlaqsız, ən şərəfsiz, ən cındırtresi İlham Əliyevdir. Buna çatan heç kim yoxdur. Millətin haqqını yiyən, millətin incidən, cəmaatı şərləyib həbsə göndərən, cəmaatın səhiyyəsini məhv eləyən, təhsilini məhv eləyən, cəmaatın boğazından kəsib Bala Heydərə yedizdirən, cəmaatın boğazından uşaq pulunu kəsib
Alonaya yedizdirən birbaşa peysərdir. Birbaşa peysərlikdir, oğraşlıqdır, alçaqlıqdır. İlham Əliyev bu adları halal xoşu ilə qazanıb. Ha. Bir var ki, şərataq, bir var ki, bu adları qazanıb. Çünki biz görürük ki, qazilərin haqqı yeyilir, qazilər dərman ala bilmir, qaziləri şərləyib həbs eləyir. Qarabağı azad edən qaziləri şərləyib həbs eləyən birbaşa peysərdir. Bu da kimdir? Vilayət Eyvazov, İlham Əliyev, Əli Nağıyev. Bax, bu adamlar bu adı qazandılar. Mütləq deyil ha ki, İlham Əliyev kimisə arxadan bıçaqlayıb qaçsın. İlham Əliyev əgər bu millətin haqqını yeyirsə və Odessa soskasına yedizdirirsə, bu ən böyük peysərlikdir. Allah İlham Əliyevə ailə verib, amma hərə bir cür gicdallahdır. O ailədə sağlam adam yoxdur. Həqiqətən də bədbəxtçilikdir.